Heç nə yemədən yaşayaq, bu nə deyir? Kim deyir, heç o bu zehniyyət sizi öldürəcək. Valla bu zehniyyət, day denən ölək, day denən acından ölək, day heç nə yeməyək. Necə yəni heç nə yeməyək? Mən deyirəm heç nə yeməyək. Yarım saat danışaram yeyə biləcəyiniz, yeməli olduğunuz məhsullar haqqında. Heç nə nədir? Paxlavadır heç nə, şəkərburadır heç nə və yaxud da ki, nə bilim, tortdur heç nə. Yemə də, yemə. Onu həyatından çıxardandan sonra sənin doğrudan da zehniyyətində, fikrində, ağlında heç nə qalmırsa da, sən deməli bu həyatı özün düzgün yaşamırsan. Sən ümumiyyətlə qida məhsullarından, yəni başın çıxmır, bilmirsən ki, ətrafında səni əhatə edən nələr var. Bir bazara çıx da. Bazara çıx, bazar, mağaza yox, bazar. Bazara çıx, gör insanlar nə satırlar. Rəngarəng tərəvəzlər, meyvələr. Bir ucundan gir, o bir ucuna qədər hamısını al, doldur evə. Eləmirsən axı. Kalbasa, halal kalbasa, nə bilim servalatlar, nə bilim sosiskalar, olar bunlar və deyəndə ki, sosiska yemə, öldüm, heç nə yeməyim. Budur. Budur sizin ümumiyyətlə zehniyyətiniz və bu zehniyyət də öldürür sizi. Təəssüf ki, mən kalbasa yemirəm, ölmürəm, mən şirniyyat yemirəm, ölmürəm, mən paxlava yemirəm, ölmürəm. Ondan əlavə yediyim şeylər çox sağlıqlı, sağlam, torpaqdan mənə gələn şeylərdir. O da məni xəstə eləmir. Amma vaxtı ikən sizin ölərəm dediyiniz, yeməsəm ölərəm dediyiniz qidalarla mən qidalanırdım və doğrudan da xəstəlikdən başım açılmırdı. 23 yaşında mən 60-65 yaşındakı insanın xəstəliklərlə, problemlərlə yaşayırdım.